Salam aleykum. Bu günləri inşallah tibbi terimlərimizi davam edəcəyik. Kosta. Kosta qabırğa deməkdir. Kosta qabırğa, kaburqa. Koronal. Sağdan sola və yuxarıdan aşağıya olan düzləm deməkdir. Yəni düzləm müstəvi deməkdir. Biz bunu nə vaxt istifadə edirik bu termindən? Anatomik vəziyyəti belirləmək üçün. Yəni müəyyən eləmək üçün biz bu anatomik terminlə istifadə edirik. Məsələn, koronal, sagital, sonra məsəl üçün frontal müstəvilər var da. İndi bunları həmin nüanslarda istifadə edəcəyik. Kaudal, alt quyruq tərəf deməkdir. Kaudal. Kanser. Kanser xərçəng deməkdir. Kutis dəri deməkdir. Kubitus dirsək deməkdir. Və burada gördüyümüz cığlar var. Bu cığlar A, O, U gəlirsə əgər, yəni ondan sonra cığdan sonra A, O, U gəlirsə əgər, hərflər gəlirsə, onda bunları biz cığını K kimi oxuyacağıq. Kosta, koronal, kubitus belə. Əgər cığdan sonra A, E gəlirsə əgər, biz onu S kimi oxuyacağıq. S kimi. Bu olacaq sekum. Sekum kör bağırsaq deməkdir. Sekum kör bağırsaq. Sölyak. Sölyak o çölyak xəstəliyini türklər. Sölyak glutenə olan allergiya deməkdir. Sölyak, gluten allergisi. Kolera. Bir də ki, cığdan sonra H gəlsə əgər, biz bunu K kimi oxuyacaq. Məsəl üçün, burada dediyim bayağı kolera. Ağır bağırsaq infeksiyasıdır bu. Kolesterol. Yağa bənzəyən bir steroiddir. Kronik. Kronik, yəni sürəyən, yəni uzun müddətli davamlı olan bir şey, bir xəstəlik, bir patologiya. Qastrik. Bu G gəlirsə əgər, ondan sonra gələn sözlərə baxmadan biz bunun G-ni elə G kimi də oxuyacağıq. Qastrik mədə ilə bağlıdır. Qavaj, qavagi, qavaji. Bu hansı bir şlanq taxırlar xəstənin ağzından mədəsinə doğru uzadırlar. Ondan da ki, xəstəni qidalandırırlar. Süni bəslənmə deyirlər buna, qavaj. Goiter. Bu guatr xəstəliyidir. Guatr. O tiroid vəzisinin böyüməsidir. Guatr xəstəliyi. Bir də qonad. Qonad da cinsiyyət vəzisidir. Gingiva. Diş ətinin gingiva diş ətidir. Biz gingivit deyirlər biz. Gingivit deyəndə artıq diş ətinin iltihablanması olaraq başlayır. Türklərdəki gingiva deyirlər buna. Bu G, J-yə keçir burada. Yəni türkçə oxumada G, J-yə keçir. Məsəl üçün germisit. Germisit, türklər germisit deyirlər. Biz germisit deyirik Azərbaycanca. Mikrob öldürücü maddədir. Gel. Gel, jel. Jelos kıvamında maddə. Yəni jelə oxşayan bir maddə deməkdir. Gel. Fizyoloji. Baxın, indi bura keçdik ph-ya. Əgər sözün sonu ph ilə başlayırsa əgər, biz onu f kimi oxuyacağıq. Ph olacaq f kimi. Fizyoloji. Fizyologiya. O, toxuma və orqanları öyrənən bir elm sahəsi. Fizyologiya. Fobiya. Məsələn, fobiya yazılır, fobiya oxunur. Qorxu, qorxu deməkdir, fobiya. Falanks. Barmaq deməkdir. Rinit. Rinit burun mukozasının iltihablanması deməkdir. Biz burada r-hı da yazılsa, r-hı da yazılsa əgər, məsəl üçün burada r-hı yazılıbsa, biz bunu r olaraq oxuyuruq. Sadəcə r hərfi kimi oxuyacağıq. R-hı yazılıbsa, biz bunu r kimi oxuyacağıq. Rinit deməkdir bu qısaca. Rinit də burun mukozasının iltihablanması. Burun axırı deyilə biz qrip olmuşuq falan. Bu deməkdir. Revmatoloji. Revmatoloji romatizmal xəstəlikləri öyrənən bir elm sahəsidir. Revmatoloji, biz revmatologiya deyirik. Revmatologiya. Revmatologiya daha doğrusu. Revmatologiya Azərbaycanca. Rinoragiya. Rinoragiyadakı burun qanaxması deməkdir. Rino burun deməkdir. Rin burun deməkdir. Rin. Bu o əlavə olunan söz hərfdir bu. Yəni birləşdirir elə bil ki, rinlə agiyanı birləşdirir. Rinoragiya. Bu o orada istifadə olunur. Agiyadakı şey deməkdir. Qanaxma mənasını verir.
burun qanaxması. Ekstra bayırında deməkdir. Yəni xaricində, ekstra dışında. Instra içində, ekstra xaricində, dışında. Dextra sağ, anoreksiya. Bu x-ını da qısa kimi oxuyuruq. Anoreksiya. İştaha olmur da bir yeyə bilmir heç nə. Yeyəməmə vəziyyətidir. Yemək yeyə bilməmə vəziyyəti. Anoreksiya. Dispniya. Burada y yazılanda biz bunu y-nı i kimi oxuyacağıq. Yəni dispniya deməyəcəyik. Dispinə deyəcəyik. Dispinə tənəffüs çətinliyidir. Solunum güclüyü. Sistol. Sistol, diastol təzyiq ölçəndə biz bu terminlərlə rastlaşmışıq. Sistol ürəyin sıxılması, yəni ürək əzələsinin sıxılması mərhələsidir. Kalkulasiyanın kasılması evresi. Sonra da hiper. Hiper yüksək deməkdir. Hipo altdır, yəni aşağı, hiperdəki üst yüksək deməkdir. Hiper.